Bugün tələbəmizlə avtomobili geriyə idarə etməyi öyrənirik. Bundan öncəki dərslərimiz dönmə əməliyyatları idi, hansı ki paylaşımlarda sizlər də görmüsünüz. Geniş döngələr, dar döngələr, təhlükəli döngələr və ən əsası sola döngələr. Bütün dönmə əməliyyatlarını tələbəmiz düzgün şəkildə, sərbəst şəkildə yerinə yetirməyi öyrənə bildiyi üçün biz artıq avtomobili geriyə doğru hərəkət etməyi öyrənirik. Bu haqda da tələbəyə dolğun məlumatlar vermişəm. Artıq bu əməliyyatı da yerinə yetirə bildiyi üçün artıq özünü sərbəst qoymuşam ki, özü bu tapşırığı yerinə yetirsin. Tapşırığımız nədən ibarətdir? Bütün güzgülərdən istifadə eləyərək avtomobili sadəcə olaraq düz bir şəkildə geriyə idarə etməyi bacarmaq. Bu tapşırığı da yerinə yetirməzdən öncə biz öncə güzgüləri öyrəndik. Yəni ilk öncə tələbə sağ güzgü ilə avtomobili arxa-arxa idarə etməyi öyrənir. Sonra sol güzgü ilə, sonra orta güzgü ilə və yekunda bütün güzgülərə diqqət ayırmağı bacararaq, bütün güzgülərə baxmağı bacararaq tələbə avtomobili düz bir şəkildə geriyə idarə etməyi öyrənir. Və bununla da işimiz yekunlaşmayacaq. Növbəti tapşırığımız avtomobili geriyə doğru hərəkət etdirərək zolaqları dəyişmək olacaq. Yəni sağ zolaqla bir qədər yol qət etdikdən sonra keçid eləyəcək sol zolağa. Sol zolaqla bir müddət getdikdən sonra yenidən qayıdacaq sağ zolağa, yəni arxa-arxaya ziqzaqvari şəkildə avtomobilimizi idarə etməyi öyrənəcəyik və daha sonra isə avtomobilimizi geriyə hərəkət etdirərək dönmə əməliyyatlarını öyrənəcəyik. Yəni necə ki qarşı-qarşıya avtomobili idarə eləyərkən tələbə dönmə əməliyyatlarını yerinə yetirə bilir, eləcə də bu tapşırığı arxa-arxaya sürərkən yerinə yetirməyi bacarmalıdır. Yaxşı, bəs bunu tələbə öyrənməsə nə baş verər? Baxın, avtomobili geriyə doğru sərbəst şəkildə idarə etməyi bacarmasaz, parklamanı bacarmayacaqsınız. Qorxunuz yenilməyəcək, özgüvəniniz formalaşmayacaq, avtomobili hiss eləyə bilməyəcəksiniz və ən əsası dediyim kimi parklama əməliyyatları zamanı çətinlik çəkəcəksiniz. Daima möhtac olacaqsınız ki, kimsə sizə istiqamət versin ki, sükanı biraz sağa çevir, biraz sola çevir, düzəlt, gəl, bu kimi sözlər çox eşidəcəksiniz. Parklamanın 100%-dən 100-ü də avtomobili geriyə idarə etməyi bacarmaqdan ibarətdir. Əgər siz qarşı-qarşıya avtomobili iki maneənin arasına yerləşdirməyi bacarsanız belə, oradan çıxarkən avtomobili geriyə sürməyi bacarmalısınız. Yoxsa parklama zamanı, yəni avtomobili iki maneənin ortasına yerləşdirərkən bir maneə toxunmasaz belə çıxarkən bir hadisə olacaq. Ona görə də arxa-arxaya sürməyi mükəmməl şəkildə öyrənməyə can atın, çalışın və bu da sizə qatıldığınız təlim-tədris mərkəzlərində təlimçi tərəfindən öyrədilməlidir. Bunu tələb eləmək sizin haqqınızdır. Bunu sizə öyrətmək təlimçinin vəzifə borcudur.